Səhiyyə Nazirliyi. Nazirin arada görünməsi, müsahibə verməsi hamımızı şoka salır da. Nəyəsə etiraz edəndə, nəyəsə münasibət bildirəndə biz jurnalistlər ümumiyyətlə şok yaşayırıq ki, Teymur həkim göründü. Teymur həkim fikir bildirdi. Səhiyyə Nazirliyi bütün tibb məsələlərinə məktub göndərib. Təbii ki, nazir xəbərdardır onun imzası ilə. Səhiyyə Nazirliyi bütün məsələlərin, tibb məsələlərinin fizioterapi ixtisası ilə bağlı ştat vahidinin açılması ilə bağlı məktublar göndərilib. Oxu.az xəbər verir ki, bunu dünya düzəninin yenidən düşünməsi, çağırışların fürsətlərə çevrilməsi adlı 12-ci Qlobal Bakı forumunda jurnalistlərin suallarını cavablandıran Səhiyyə Naziri Teymur Musayev deyib. Artıq media açıqlama verib ki, bu olacağı inşallah biz də gözləyirik. Nazir bildirib ki, bu istiqamətdə yaxın vaxtlarda yeni yoxlamalar keçiriləcək. İnanıram ki, qısa müddətli tibb məsələlərində bu ixtisasla bağlı olan boşluqlar aradan qaldırılacaq. Bununla bağlı lazımi əmrlər verilib. Sadəcə tibb müəssisələri bu məsələyə ciddi yanaşmalıdır deyə nazir qeyd edib. Hörmətli nazir, bu gözəl fikirdir, bu reallaşmalıdır. Amma avadanlıqları kim alacaq? Əgər dövlət alacaq, dövlət büdcəsindən alınacaqsa, burada o qədər hadisələr baş verəcək ki, yenə də baş həkimlər deyəcək ki, o pulu siləcəklər. Güya öz ciblərindən alıblar. Əgər öz ciblərindən, öz şəxsi hesablarından, öz büdcələrindən pul xərcləyiblərsə, onda da bir hadisə baş verən kimi deyəcək ki, biz şəxsi hesabımızdan almışıq bu avadanlıqları. Ona görə bunlar baş həkimlər, xəstəxanalar ciddi nəzarət altında saxlanılmalıdır. Çünki orada nə varsa həkimlər, ən çox da baş həkimlər, direktorlar, xəstəxanaların direktorlar elə düşünür ki, bunların şəxsi malı və əmlakıdır.